Keçid alırıq növbəti hissəyə. Bu dəfə Power Query üzərində işləyəcəyik və bir çox məlumatların dəyişilməsini, xam məlumatdan necə tam doğru məlumat almağı necə edə bilərik, bunu sizə göstərəcəm. Gəlin başlayaq əsas səhifədən. Gördüyünüz kimi əsas səhifəmiz bu formada əks olunub, cədvəllərimiz mövcuddur və mən keçid etmək istəyirəm. Artıq, belə deyək, Power Query hissəsinə və mənim Customers cədvəlimdə problem var idi. Mən istəsəm, burdan sağ düyməni də vurub Edit Query deyə bilərəm və yaxud da burdan Transform Data da eləyə bilərəm və yaxud da burdan da sağ düyməni vurub Edit Query edəcəm. Gəlin bu dəfə fərqli üsul yoxlayaq. Bu formada deməli, Transform Data edirik və artıq gördüyünüz kimi məndə Power Query ekranı açıldı və hal-hazırda burada olan cədvəl Sales cədvəlidir, amma mən dəyişikliyi Customers üzərində etməliyəm. Çünki sütun adlarımın bir-birindən fərqi mövcuddur. Məndə bu hissə sütun adı olması gərəkirkən column 1, column 2 olaraq düşüb. Bunu necə düzəldə bilərik? Gəlin birinci onu düzəldək, sonrasında digər məlumatlara baxarıq. Deməli, Transform hissəsinə keçid alırsınız və bu zaman siz görə bilərsiniz ki, Use First Row as Headers deyə bir seçənək var üzərdə və biz burada klik etdikdə gördüyünüz kimi avtomatik olaraq bizim birinci sətrimiz artıq gəldi sütun adlarına dönüşdü. Gəlin yenidən X eləyib, yenidən cəhd edək. Deməli, bu formada. Baxın, mən hər hansısa bir dəyişikliyi geri qaytarmaq üçün bu hissədə X olaraq etsəm, dəyişikliyi geri qaytara bilərəm çox rahat bir şəkildə. Və yenidən klik edirəm. Gördüyünüz kimi artıq bizim sütun adlarımız tam formada hazırdır. Və gəlin artıq nə etmək olar? Bir-bir baxaq. Ümumiyyətlə Power Query-nin içində nələr var? Bayaqki videoda danışdığım kimi Close and Apply deyib bunu bu formada save edə bilərik. Baxın, burada klik etdikdə 3 dənə seçənek açılır. Close and Apply dedikdə bu pəncərəni həm bağlayır, həm də edilən dəyişikliyi save edir. Apply dedikdə sadəcə save edir və close dedikdə isə ümumiyyətlə pəncərəni heç bir dəyişikliyi olunmadan saxlayır. Mən indi apply deyəcəm və bu formada artıq etdiyim dəyişiklik yaddaşda qaldı. Daha sonrasında burada nələr var? New source var. Yeni cədvəl yenidən əlavə edə bilərəm və yaxud SQL və yaxud CSV hər bir şəkildə burada əlavələrimi edə bilərəm. Buna tıklamayacağım çünki burada başqa məlumatlar da var. Burada sizin ən son görsənən, ən son əlavə etdiyiniz fayllar görsənir. Enter data nə üçündür? Mən hər hansısa bir əlavə cədvəl yaratmaq istəyirəm, amma heç bir bazaya da, heç bir yerə əlavə olunmasın. Sadəcə burada əlavə olunsun. Məsələn, ad, tutaq ki, qeyd edirəm Aysun. Məsələn, burada üstəgəl işarəsini vurmaqla, məsələn, soyad, okey, burada Məmmədovam və burada əlavə istəsəm hər hansısa bir yerə də əlavə eləyə bilərəm və boş da saxlaya bilərəm. Cədvəlimə ad da verə bilərəm. Ad, soyad tutaq ki, olsun və okey deyib bu formada save etsəm, gördüyünüz kimi artıq mənim yeni cədvəlim yaranmış oldu. Bu üsulu həddindən artıq çox istifadə elədiyim yadıma gəlmir, amma yenə də bilməyiniz pis olmaz, təbii ki. Nə qədər çox bilmək, o qədər çox iş görmək. Və Data Source Settings bu hissə həqiqətən həddindən artıq errorların aldığım hissədir. Niyə? Sizə izah edəcəm. Məsələn, siz bu faylı gedib saxlanıc eləyirsiniz və siz save edirsiniz, belə deyək. Və siz bu faylın məlumatlarını, tutaq ki, deyək, Customers cədvəlini, özünü, yəni CSV faylını gedib başqa bir qovluğa əlavə etmisiniz. Bu zaman siz Excel, Power BI-nizi refresh etdikdə, dashboardu refresh etdikdə siz errorla qarşılaşacaqsınız. Bunu necə çözmək olar? Data Source Settings-dən. Baxın, gördüyünüz kimi sizdə burada
4 ədəd bizdə Excel faylı var və bu faylların hər birinin yolu qeyd olunub. Mən tutaq ki, hər hansısa bir gördüyünüz kimi downloads papkasının içində, onun da içində Power BI-nin içində bu fayl mövcuddur. Mən bu faylı gedib Power BI papkasına yox, başqa bir papkaya atsam, bu formada girib artıq burdan mən source-u dəyişməliyəm. Source-un mənbəyin, yəni yerini dəyişməliyəm. Burada mən change source edib, burada da browse edib, bu formada mən artıq gedib həmin faylı tapıb bura əlavə etməliyəm. Çox rahat bir şəkildə. Deməli, bu hissəyə danışdıq. Burada ümumi, yəni parametrlərdir, tiplərindən burada hər birinin görsənə bilər. Yəni çox istifadə olunmayan bir şeydir. Ona görə də çox danışmaq istəmirəm. Yəni bu formada baxın tipləri müəyyən olunub, parametrlər tətbiq eləyə bilərsiniz. Burada gəlin klik edək, baxaq. Deməli, məndə hal-hazırda icazə verməyəcək buna. Query-nin nəticələrini sadəcə eksport etmək üçün istifadə olunan bir şeydir. Tutaq ki, bu nə üçün istifadə olunur? Tutaq ki, deyək ki, siz hər hansısa bir Excel faylında dəyişiklik etmisiniz, CSV-nin özündə. İstəyirsiniz ki, gəlsin bura yansın. Bu formada refresh edərək həmin datanı, məsələn 51 deyil burada, tutaq ki 50-dir yoxsa 51-dir? Hal-hazırda 50-dir. Tutaq ki, 51-ci datanı əlavə etmək istəyirsiniz. Gəlirsiniz burada çox rahat bir şəkildə 51-ci datanı əlavə eləyə bilərsiniz. Yəni CSV-də əlavə etdikdə, burada refresh etdikdə bura yansıyacaq çox rahat bir şəkildə. Properties hissəsində də gördüyünüz kimi description əlavə edə bilərsiniz. Yəni çox istifadə olunmayan bir yoldur. Advanced editor nə üçün istifadə olunur? Bu əslində kod kimi yazılan hissədir, amma gördüyünüz kimi burada deyir ki, heç bir error tapılmadı. Bəzən elə olub ki, mən xəta almışam və gəlib görmüşəm ki, advanced errorda məsələn hər hansısa bir kolumn adı düzgün qeyd olunmayıb və s. Gəlib bu formada buradan düzəldə bilərsiniz. Gördüyünüz kimi ən axırıncı sizdə ən axırıncı düzəlişdir. Məsələn, bu hissədə daha öncə biz yükləmişdik, xatırlayırsınız, kolon 1, kolon 2 olaraq düşmüşdü. Bu formada daha öncəki edilənlər də burada gəlib görsənir. Manage hissəsində də burada delete, duplicate bu formada çox rahatlıqla istifadə edəcəyiniz funksiyalar var. Sətirləri silmək, sətirləri seçmək və s. Funksiyalar mövcuddur. Burada da sətirlər üzərində yenidən hər hansısa bir əməliyyatlar etmək, burada sətr dedim, səhv etmirəmsə, sütun deməli idim, sütunları. Bu isə sətirləri bildirir və biz burada Excel-də olduğu kimi A-dan Z-ə sıralama eləyə bilərik. Tutaq ki, deyək ki, country A-dan Z-ə bu formada sıralasaq, gördüyünüz kimi artıq sıralanmış formada düşdü. Mən bunun belə olmasını istəmirəm, ona görə X edəcəm. Və burada deməli biz sətir-bəsətir, daha doğrusu sütun tutaq ki, bunu mən 2 sütuna ayırmaq istəyirəm. Burada boşluqla ayırmaq istəyirəm. Burada split column eləyərək by delimiter və burada boşluqla ayırsın deyim. Tutaq ki, bu formada gördüyünüz kimi mənim oldu birinci sütunum və ikinci sütunum. Bu formada ayırıb dəyişikliklər edə bilərsiniz. Sonrasında data tipi, ümumiyyətlə ən önəmli olan şey data tipidir. Çünki hər hansısa bir vizual yaradan zaman data tipləri burada çox rol oynayır. Gördüyünüz kimi bizim bütün məlumatlarımız text burada, text formatında görsənib, ABC text deməkdir. Və burada mən data tipimi dəyişə bilərəm, amma mən dəyişsəm error verəcək. Çünki burada hər hansı bir rəqəm məlumatına dəyişə bilmərəm. Ona görə də bu formada qalsın. Bu bayaq istifadə etdiyimiz hissə idi əslində, yəni transformun içində. Burdan da eyni şəkildə siz edə bilərsiniz. Replace values bu nə üçündür? Hər hansısa bir tutaq ki, Gəncə sözünü mən istəyirəm Gəncə formasında yazılsın. Məsələn,
Gəncə bu formada yazılıbdır. Mən də istəyirəm ki, Gəncə bu formada yazılsın. Replace edib gördüyünüz kimi Gəncə sözünü dəyişdim. Mən əvvəlki vəziyyətinə qaytarıram. Merge queries və append queries. Xahiş edirəm bunu qarışdırmayın. Biz SQL-da join keçmişdik də sizlərlə. Bu bir növ join üçün istifadə olunandır. Tutaq ki, mən hər hansısa bir ID-yə görə gətirib burada cədvəlimə digər məlumatları da əlavə etmək istəyirəm sağ tərəfə. Bu zaman merge queries-dən istifadə edəcəm. Elə belə gəlin yoxlayaq. Çox dərinə getmək istəmirəm. Burada tutaq ki, customer ID. Gördüyünüz kimi mənim ən oxşar sütunum burada customer ID olduğuna görə mən burada bu iki sütunu seçib hər hansı bir join növü, hansı join istəyirəmsə, tutaq ki, burada left outer-dır. Gəlin elə left outer seçək. Bu formada əlavə edəcəm. Amma gördüyünüz kimi mənə ümumi, yəni satışda əslində 2 dənə məsələn bu şəxsin satışı olduğu üçün çox böyük datanı vermədi. Yəni əslində biz bunu left olaraq götürsək, bunu right olaraq götürsək daha yaxşı olardı. Amma yəni əsas mərzi bildiniz də, əlavə cədvəli bura əlavə etmək üçün istifadə olunur. Join növüdür yəni. Append queries də bizə nəyi verir? Tutaq ki, mən bu cədvəldə məndə 2 dənə var və mən istəyirəm ki, bu ikisini birləşdirim, bir dənə cədvəl olsun. Altına, yəni sətirlər üzrə birləşdirim. Bu zaman mən append queries-dən istifadə edəcəm və burada görsənir sizdə seçim olaraq 2 cədvəli birləşdirmək istəyirsiniz, yoxsa 3. Siz burada rahatlıqla seçə bilərsiniz. Hansı cədvəli də əlavə etmək istəyirsinizsə, onu seçə bilərsiniz. Mən hər hansısa bir cədvəl əlavə etməyəcəm üçün istifadə eləmirəm o funksiyanı. Transpose nə üçündür? Gəlin edək ki, göstərəcəm sizə. Gördüyünüz kimi sətirləri sütunun yerinə dəyişir, sütunları sətrin yerinə dəyişir. Bu formada yerlərini dəyişə bilərsiniz. Reverse rows nə üçündür? Yerlərini dəyişir. 50-dən başlayır sıralamağa. Bayaq 1-dən idi bu formada. Mən tutaq ki, bilmək istəyirəm ki, bu sətrimdə, bu cədvəlimdə nə qədər sətir var. Mən tutaq ki, data çox böyükdür və aşağı düşmək istəmirəm. Elə birbaşa count rows deyib, gördüyünüz kimi 50 sətirdən ibarət bir cədvəlim var. Görə bilərəm rahat bir şəkildə. Burada da data tipləridir, replace values, eyni şey burada da var. Fill nə üçün istifadə olunur? Tutaq ki, sizin cədvəldə bir boşluq var və tutaq ki, bu boşluğu yuxarıdan aşağıya doğru və yaxud aşağıdan yuxarı doldura bilərsiniz. Rahatlıqla istifadə olunur. Pivot, unpivot, yəni pivot eləmək istəyirsinizsə hər hansısa bir sütunu, onun üçün istifadə olunur. Split də bayaqki kimi, bayaq istifadə elədiyimiz eyni şey burada da var. Çox təkrarları var burada yoldaşlar. Yəni qeyri-adi həqiqətən bir şeylər yoxdur. Hər hansısa bir cədvəl üzərində sadəcə dəyişiklik etmək üçün istifadə olunan funksiyalardır. Burada da məsələn istəyirəm ki, balaca hərflə yazılsın hamısı. Gördüyünüz kimi lower case elədim. Digər dəyişikliklər də eləyə bilərsiniz çox rahat bir şəkildə. Extract nə üçün istifadə olunur? Tutaq ki, mən bu sütunda istəyirəm ki, hər bir sütunda görüm ki, mən şəhərdəki məsələn Gəncə sözündə neçə hərf var tutaq ki, extract eləyib, length eləyib, burada çox rahat bir şəkildə yəni çıxarda bilərəm bunu. Daha sonrasında bunu biz gördüyünüz kimi ekstrakt elədik bu arada və həmin sütun üzərində dəyişiklik olundu. Amma bunu add column hissəsində necə dəyişmək olar onu göstərəcəm. Yəni həm burada şəhər adı özü olsun, həm də çıxartdığınız şəhərin hərf sayıları olsun. Nə qədər mənasız informasiya olsa da, yəni bu cədvəldə heç bir məna daşımır, onu demək istəyirəm. Statistik əməliyyatlar aparmaq üçün də görürsüz, məsələn, count values sayır yenə də. Və yaxud burada hər hansı bir rəqəm məlumat olmadığı üçün mən burada göstərə bilmirəm, amma cəmləyə də bilərsiniz. Sonrasında data tipinə dəyişmək üçün, vaxt tipinə dəyişmək üçün istifadə olunan tiplərdir. Və burada Python skripti siz burada run eləyə bilərsiniz və yaxud R
skripti run eləyə bilərsiniz. Çox istifadə etmirəm. Add column hər hansı bir sütun əlavə etmək üçün istifadə olunur. Bayaq dediyim kimi. Tutaq ki, mən istəyirəm bu sütundan 2 dənə olsun. Duplicate edirəm və 2 dənə artıq sütunum olmuş oldu və birincisi city olaraq, ikincisi isə city copy olaraq əlavə olundu. İndeksləşdirə bilərsiniz sütunları gördüyünüz kimi. 0, 1, 2 nömrələyir bir-bir. Sıfırdan başlayaraq indeksləyir bu arada və burada mən məsələn from 0 olaraq default formada elədi. From 1 eləsəm, 1-dən başlayaraq indeksləməyə başlayır. Hə, bayaq danışdıq bu ekstraktdan. Gəlin indi add column içindəki ekstraktdan danışaq. Baxın, bayaq mən dəyişdim length-ə. Gördüyünüz kimi bir dənə sütunun içində dəyişdi. Amma bu formada etsəm, həm əlavə sütun əlavə olunmuş oldu, həm də mənim öz city sütunumu saxlamış oldu. Yəni add column-da sırf siz əlavə column əlavə edirsiniz. Etdiyiniz dəyişikliklərə. Çox asan, çox sadədir həqiqətən. Burada da yenidən data tipləri, statistika və s. yəni eyni şeylər yenidən təkrar olunub. View-dan danışmaq istəyirəm biraz da. Deməli, view-nun içində nələr var? Formula sətrimiz var. Gördüyünüz kimi bu belə əlavə olundu. Burada tipləri görsənir. Hər bir şey burada görə bilərsiniz. Burada show white space var. Bu çox yaxşı bir şeydir həqiqətən. Tutaq ki, sizdə Azərbaycanda bir dənə boşluq var. İndi məndə yoxdur deyə görsənmir. Bu boşluğu çox rahat bir şəkildə tapır. Məsələn, siz tutaq ki, customer ID-də hər hansı bir boşluğunuz var və siz join-lə istifadə edirsiniz. Mən bu join-ı etsəm və digər cədvəldə heç bir boşluq olmasa, burada boşluq olsa, bu join gedib ora birləşməyəcək. Çünki fərqli-fərqli artıq value-lar olacaq. Ona görə də sizə hər hansı bir boşluğu göstərməkdə kömək eləyir. Daha sonra məsələn column quality, yəni burada çox rahatlıqla hər hansı bir error varmı, yoxmu, bunu görə bilərsiniz. Deməli, sonrasında column distribution, distinct olanları, unique olanları göstərir sizə neçə dənə unique sətriniz var. Yəni çox istifadə etmədiyim bir şeydir. Ona görə çox üzərində qalmaq da istəmirəm. Burada da yenidən, yəni əslində bu nəyə görə lazımdır? Tutaq ki, data ilə ilk dəfədir tanışsınız və bilmirsiniz ki, nə var, error varmı, hər hansısa bir distinctim nə qədərdir, boş sütunum nə qədərdir. Bu formada yəni rahatlıqla istifadə olunan bir şeydir. Yəni bunu istifadə etmək olar əslində. Data tipi ilə, data ilə tanış deyilsinizsə, ilk dəfə tanış olursa istifadə edə bilərsiniz. Sonrasında tools hissəsində diaqnostika var. Yəni bu nə üçün istifadə olunur? Tutaq ki, siz SQL-da hər hansı bir sorğu yazmısınız və o sorğu çox gec gətirir. Bu diaqnostika onu əslində bir növ sizə göstərir ki, siz biləsiniz ki, əslində sizin Power BI məsələn niyə görə gec refresh olunur və s. Yəni bunun səbəblərini araşdırmaq üçün istifadə olunur. Mən ümumi hər bir şeyi əhatələdiyimi düşünürəm. Deməli, burada da close and apply dedikdə gördüyünüz kimi məndə artıq customers cədvəlimdə sütun adları görsənir. Bu formada mən yəni Power Query-ni bir video içində sizə izah etdim və növbəti dəfə artıq biz cədvəllər üzərində vizuallar yaradacağıq və artıq cədvəllər üzərində işləməyə başlayacağıq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videoda görüşərik.